Bir də qonşu qarşılıqlı bucaqları yadımıza salaq. 135 dərəcəlik bucaq qonşu olan bucaq. Qonşu bucağı tapmaq üçün 180 dərəcədən çıxmalıyıq. Çünki qonşu bucaqları toplayanda 180 edir. 180-dən çıxırıq 135-i, cavab edir 45 dərəcə. Birdən qarşılıqlı bucaqdırsa, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Əgər biri 60 dərəcədirsə, o biri də 60 dərəcə olmalıdır. Əgər burada da qonşunun hissəsi 180-dən 60-a çıxıb 120 deyəriz. Qarşılıqlılar bərabərdir. Qonşuların cəmi 180 eləməlidir. Üçüncü sualda məsələn bizə deyir ki, OB şüası tənböləndir. AOB 40 dərəcədir. Baxın, AOB. Bu hissə 40 dərəcədir. Bunların ortasında qalan. Bizdən AOC-ni istəyir. Baxın, AOC bu ümumidir. Əgər tənböləndirsə OB, demişdik ki, tənbölənin iki tərəfi də bir-birinə bərabərdir. Baxın, əgər bura tənböləndirsə, onun bir tərəfi 40-dırsa, aşağı tərəfi də 40 olmalıdır. Bizdən AOC ümumi bucağı istəyir deyə deyirik ki, 40 üstəgəl 40, cavab olur 80. Birdən yox, bizdən təkcə aşağıdakının hissəsi deyəcəkdir, o da 40-dır. Ümumini istəyir deyə deyirik ki, 40 üstəgəl 40, 80-dir.